Değerli şagirdlər, abituriyentlər, izləyicilər. Bugün Qasım və Zakirin durnalar və dedin nə dedi rədifli qoşmalarından danışacaq. Əvvəlcədən onu deyim ki, Zakir bəy nəslindən, xan nəslindəndir və elə öz nəslinə, nəcabətinə, qanuna uyğun da bir həyat ömrü yaşamışdır. Həmişə haqsızlığa qarşı durmuş, bunun da nəticəsində sürgünə göndərilmişdir. Sürgün həyatını Bakıda keçirmiş və sürgündə olarkən durnalar rədifli bir qoşma yazmışdır. Gəlin durnalar rədifli qoşması ilə tanış olaq. Bir saat havada qanat saxlayın, nizam ilə gedən qoşa durnalar, qatarlaşıb nə diyardan gəlirsiniz, qaqqıldaşa, qaqqıldaşa durnalar. Mən biləm bu bənddə izah olunacaq xüsusi bir şey yoxdur. Durnalar rədifdir. Şeir 11 hecalıdır, qoşma janrındadır, birinci bənddir. Mən sevmişəm onun ala gözünü. Nəsib ola, bir dəm görəm üzünü, yoxsa danışırsınız dilbər sözünü, veribsiniz nə baş-başa durnalar. Şairin ilk iki mısrada dediği fikir sonradan məlum olur ki, 3-cü, 4-cü mısraya görə o fikrə gəlib. Yəni görür ki, durnalar baş-başa verib danışırlar. Sanki düşünür ki, yoxsa siz dilbər sözünü mü danışırsınız, könül aparan sözünü, sevgili mi sözündən danışırsınız? Ona görə şair də öz sevgilisini xatırlayır və deyir, mən sevmişəm onun ala gözünü, qismət ola bir dəm görəm üzünə. Bəli, buradan elə bu bənddən hiss olunur ki, şair sevgilisindən ayrı düşüb, yəni qürbətdədir. 3-cü bənddə artıq açıq-aşkar şair qürbətdə olduğunu söylüyor. Diyar qürbətdə müddətdir varam, gecə gündüz canan deyib ağlaram. Mən də sizin kimi qərib zaram, eyləməyin məndən haşa durnalar. Gördüyünüz kimi şair burada deyir ki, qürbət diyarda uzun müddətdir ki varam, mən gecə gündüz sevgili deyib ağlaram. Mən də sizin kimi qərib zaram. Şair burada durnaları öz vətənindən, elindən, obasından ayrı düşmüş kimi mənalandırır, deyir, mən də sizin kimi qərib və ağlaram. Məndən haşa eləməyin, yəni mənimlə birgə olun. Sonra deyir, Laçın yatağıdır bizim məkanlar, yavaş-yavaş gedin səsiniz anlar. Qorxuram toxuna ötən zamanlar, sürbəniz dağılıb çaşa durnalar. Bu məqamda deyim ki, ədəbiyyatımızda durnalar şeiri, durnalar rədifli çoxlu şeirlər var. Vaqifin də, Vidadinin də, Səməd Vurğunun da. Demək, bu şeirlərin içərisində Zakirin şeiri məhz bu bəndinə görə xüsusilə fərqlənir. Burada ictimai məzmun, xüsusilə mətnaltı məna var və bu da bu şeirin özəlləşdirən xüsusiyyətlərdən biridir. Burada Laçın sözsüz qartal deməkdir. Qartal yatağıdır bizim məkanlar. Şair burada həm hərfi mənada sözsüz ki, Qarabağ qartal yatağıdır. Amma əslində Zakir ayrı şey demək istəyir. Çünki qartalın bir özəlliyi var, canlılarla qidalanır. Digər canlıları, həmcinslərini məhv eləyir. Zakir sanki burada demək istəyir ki, sizin də həmcinsiz olan Laçınlar var, bizim də məkanda mənim canıma qənim kəsilən öz həmcinslərim var, insanlar var. Ona görə deyir, Laçın yatağıdır bizim məkanlar, yavaş-yavaş gedin, səsiniz hiss olunmasın. Mən deyir, qorxuram ki, siz oradan ötən zaman sizin sürbəniz, yəni cərgəniz dağılıb, çaşa durnalar. Qartalın demək durna qatarına hücumunu mənalandırır. Sanki deyir ki, mənim həyatımdakı kimi olar. Yəni məni sürgünə göndərdikləri kimi. Orada o cür Laçınlar var. Burada Laçının birazca Laçın mənfi çalarda təqdim olunur. Sözsüz ki, Laçın adı altında burada bir mətnaltı var. O dövrdə ona zulm eləyən, onu sürgünə göndərilməsinə səbəb olan adamlara işarə var. Zakirəm, od tutub alışdı cigər. Var isə canandan sizdə bir xəbər, təğafül etməyin Allahı sevər, dönməsin bağrınız daşa durnalar. Və Zakir durnalardan bir xahiş edir, deyir ki, cananımdan sizdə bir xəbər varsa sevgilimdən, siz qəflətdə bilməməzlik eləməyin, Allahı sevərsiz, bağrınız daş kimi olmasın, ondan mənə bir xəbər verin. Şeir ictimai məzmun kəsb eləsə də, şair ən çox sevgilisini xatırlayır, sevgilisini görmək istəyir, sevgilisiz darıxdığını söylüyor və son bənddə də şair adını çəksə də özünə xitab yoxdur. Mən Zakirəm deyir. Bəzi məqamlarda, şeirlərdə adətən belə bir fikir vurgulanır ki, son bənddə şair özünə xitab etmişdir. Biləsiniz ki, bu şeirdə şair özünə xitab etməyib. İndi gələk şairin məhəbbət mövzusunda olan dedin, nə dedi qoşmasına, rədifli qoşmasına. Bu qoşmanın ən azı forması həqiqətən özünə məxsusdur, gözəldir. Nəbatinin gəlsin, gəlməsin rədifli qoşmasını xatırladır. Çünki burada bir təzad var, sanki yəqin ki, o şeiri xatırlayırsınız. Səba məndən söylə, o gül üzarə.
bülbül gülüstanə gəlsin, gəlməsin. Bu hicran düşkünü illər xəstəsi qapına dərmanə gəlsin, gəlməsin. Yəni buradakı gəlsin, gəlməsin rədifi ilə dedin, nə dedi rədifi sanki bir forma baxımından bir bənzərlik yaradır. Dediyim kimi bu şeir formasına görə, ən az o dedin, dedi rədifinə görə orijinaldır, özünə məxsusdur, gözəldir. Badi səba, mənim dərdi dilimi olbüt zibaya dedin, nə dedin? Ey səhər küləyi, mənim deyir ürəyimin dərdini, burada dil ürəkdir. Bizi dil elə bilərik ki, ağzımızdakı dildir, amma klassik ədəbiyyatda fars dilində dil ürəkdir. Mənim ürəyimin dərdini o gözəl bütə. Büt də bilirsiniz ki, deməli bütpərəstlərdə yaradılmış Allah olurdu. O Allah da gözəl yaradırdılar onlar özlərini bütlərindən və qızların klassik ədəbiyyatda bütə bənzədilməsi çox olur. Demək, Badi səba, mənim dərdi dilimi olbüt zibaya, o gözəl bütə dedin, nə dedi? Ah-ı naləm asimanə yetdiyin, burada böyük bir mübaliğə var. Ahımın naləmin göylərə yetdiyini, gərdəni minaya, bədəni mina olan, yəni minada bilirsiniz dişi minası kimi ağ olana dedin, nə dedi? Düşüb ayağına sən o zalımın, söylədinmi necəliyin halımın? Onun həsrətindən rənc alımın, döndüyün heyvaya dedin, nə dedi? Burada bir gözəl bir təzad var. Deyir, mənim qırmızı rəngimin onun həsrətindən sarı rəngli heyvaya. Düzdür, heyva sözünün heyvanın sarı rəngdə olduğu vurğulanmır, amma heyvaya döndüyün deyəndə, yəni sarı rəngə döndüyün dedin, nə dedin? Sözsüz ki, ilk iki misrada da deyir ki, sən onun ayağına düşüb, o zalımın ayağına düşüb, mənim əhvalımı, halımı, vəziyyətimi ona dedim. Görsə idin varmı məni bimarə, nüsxə-i hüsnündə onun bir çarə, dildə istirabə, təndə buxarə, sərində sevdaya, dedin, nə dedin? Demək, burada birinci deyir ki, bir onun deyir, hüsnünün nüsxəsində, yəni üzündə, mən xəssəyə, bir çarə olduğunu varmı? Yəni, sən onu gördünmü? Ürəyimin istirabına, bədənimin bu alışıb yanıb buxarlanmasına, sərimdə başımdakı sevdanı ona dedin, o nə dedi? Qəm əlindən payı bəstə olduğum, hal pərişan, dil şikəstə olduğum, bəstər möhnətdə xəstə olduğum, gözləri şəhlaya dedin, nə dedin? Qəm əlindən deyir, ayaqlar altına düşdüyümü, halımın pərişan, ürəyimin xəstə olduğunu, qəm yatağında xəstə olduğumu, şikəst sözü də xəstə mənasını anlandırdım, yəni yaralı olduğumu, qəm yatağında xəstə olduğumu, o gözü şəhlaya dedin, nə dedin? Sərasər fələyin şəms mahına, tamam yeryüzünün qibləgahına, zakirin əhvalın xublar şahına, ağlaya-ağlaya dedin, nə dedin? Başda nəyə deyir o fələyin ayına, günəşinə, bütün yeryüzünün qibləgahına, şair sevgilisini qibləgah adlandırır. Zakirin deyir əhvalını, o gözəllər şahına, ağlaya-ağlaya dedin, nə dedi? Şair öz sevgilisindən gördüyünüz kimi cavab gözləyir və bu bir gözəl bir sevgi şeiridir, məhəbbət mövzulu şeirdir. Dili də asandır, təbi də şairin gözəldir, əzbərlənməsi də rahatdır. İnanıram ki, hər iki şeiri əzbərləsək, suallara, test tapşırıqlarındakı suallara cavab vermək də asan olacaq. Diqqətinizə görə təşəkkür edirəm. Əgərsə bir faydam toxundusa mənə nə mutlu.